Allah Teala Peyğəmbəri ibadət olunan məbud olaraq yox, ibadət edən qul olaraq göndərib seçib. Hətta ibadət edən qul olaraq nümunə olsun. Yoxsa ibadət olunan məbud olaraq yox. Ona görə bunlar Peyğəmbəri qulluq məqamından məbud məqamına qoydular. Bu baxımdan Muhammedən abduhu kəlməsi kim Muhammedin Allahın qulu olduğuna şahidlik edir. Bax fikirdir, şahidliyi harda pozulmuş onların. Qulluq məqamını itirirlər. Peyğəmbərə həqiqi yaraşan qulluq məqamından çıxardılar onu. Bu rəddiyədir ona. Ona görə abduhu quludur. Sadəcə bir quldur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ona and içilməz. Peyğəmbərə nəzir verilməz. Peyğəmbərin qəbrinə təvaf edilməz. Ondan kömək istənilməz. Ona dua edilməz. Ona sığınılmaz. Quldur sadəcə. Çünki quldur.